Hörmətli dinləyicilər, salam. Gələcəyin İşığı FM radyosunun bugünkü buraxılışında sizləri səmimi qəlbdən salamlayıram. Mən məktəbimizin 6-cı A sinif şagirdi Məhərrəm Sahib. Bugünkü verilişdə sizə Azərbaycanın müasir inkişaf yolunda aparıcı rol oynayan ölkəmizin tərəqqisinə və beynəlxalq nüfuzunun artmasına əvəzsiz töhfələr verən dövlətçilik və liderlik nümunəsi ilə gənc nəsillərə ilham qaynağı olan şəxsiyyət, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev haqqında danışacağam. Bugünkü buraxılışımızın özəlliyi həm də ondadır ki, prezidentimizin doğum gününü qeyd edib, onun rəhbərliyi altında ölkəmizin qazandığı uğurların tarixi əhəmiyyətini sizlərlə bölüşürük. Cənab İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakıda doğulmuşdur. Onun həyat yolu və fəaliyyəti Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, iqtisadi və sosial inkişafın təmin edilməsində əvəzsiz rol oynamışdır. İlham Əliyev hüquqşünaslıq və beynəlxalq münasibətlər sahəsində aldığı təhsilini dövlət idarəçiliyi və rəhbərlik sahəsində uğurla tətbiq etmişdir. Onun rəhbərliyi altında Azərbaycanın iqtisadi inkişafı və sosial rifahı yeni səviyyəyə çatmış, ölkəmiz dünya arenasında strateji tərəfdaşlıq və diplomatik nüfuz qazanmışdır. Müasir dövrdə Azərbaycanın iqtisadi siyasəti, xüsusilə enerji sektorunda həyata keçirilən iyirmiyyətli layihələr və infrastruktur sahəsindəki yeniliklər cənab prezidentimizin uzaqgörən və sistemin idarəçilik qabiliyyətinin göstəricisidir. Azərbaycan 2020 gələcəyə baxış və Azərbaycan 2030 kimi strateji inkişaf konsepsiyaları çərçivəsində reallaşdırılan islahatlar ölkəmizin sosial-iqtisadi həyatını müasir standartlara uyğunlaşdırmış və vətəndaşların rifahını yüksəltmişdir. Cənab Prezidentinin rəhbərliyi altında əldə olunan uğurlar yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır. Mədəniyyət, təhsil, səhiyyə və idman sahələrində aparılan islahatlar Azərbaycanın beynəlxalq arenada nüfuzunun artırılması, dövlətimizin simasının möhkəmləndirilməsi, prezidentimizin uzaqgörən və məsuliyyətli siyasətinin nəticəsidir. Məsələn, son 10 illikdə ölkəmizdə təhsil və elm sahəsində həyata keçirilən layihələr, gənclər üçün yaradılan imkanlar, innovativ texnologiyaların tətbiqi və xarici təcrübənin öyrənilməsi ilə bağlı proqramlar cənab prezidentin dövlət gənclər siyasətinə verdiyi önəmin təzahürüdür. Azərbaycanın beynəlxalq nüfuzunun artırılması sahəsində də cənab prezidentin fəaliyyəti diqqətə layiqdir. Dövlətimizin xarici siyasət strategiyası, regional əməkdaşlıq və multimaterial diplomatiya prinsiplərinə əsaslanaraq ölkəmizi beynəlxalq tədbirlərdə etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanıtmışdır. Eyni zamanda Azərbaycanın iqtisadi potensialının beynəlxalq innovasiyalar və tərəfdaşlıq imkanları ilə artırılması istiqamətində həyata keçirilən siyasət dövlətimizin strateji planlarının uğurlu icrasını nümayiş etdirir. Cənab İlham Əliyevin gərgin əmək və məsuliyyətli idarəçilik yolu gənc nəsillərə örnəkdir. Onun liderliyi və uzaqgörən siyasəti nəticəsində Azərbaycan öz müstəqilliyini qoruyaraq regionda iqtisadi, sosial və siyasi baxımdan güclü mövqe qazanmışdır. Azərbaycanın hər bir bölgəsində, həm paytaxt Bakıda, həm də Lənkəran kimi cənub bölgələrdə həyata keçirilən sosial və iqtisadi layihələr, infrastruktur yenilikləri və kənd təsərrüfatının inkişafına yönəlik tədbirlər cənab prezidentimizin ölkənin hər tərəfli inkişafına verdiyi önəmin göstəricisidir. Məhz bu səbəbdən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev yalnız dövlət rəhbəri deyil, həm də xalqın rifahı və inkişafı üçün əvəzsiz xidmət göstərən bir liderdir. Onun rəhbərliyi altında əldə olunan uğurlar ölkəmizin beynəlxalq aləmdə etibarlı və güclü dövlət kimi tanınmasına şərait yaratmışdır. Azərbaycanda həyata keçirilən geniş miqyaslı iqtisadi layihələr, sənaye və kənd təsərrüfatları infrastrukturunun modernləşdirilməsi, yeni iş yerlərinin yaradılması, gənclərin təhsil və elmi fəaliyyətlər sahəsində dəstəklənməsi, cənab prezidentimizin xalqına olan diqqət və qayğısının əyani təzahürüdür. Əziz dinləyicilər, bugünkü verilişimizdə həm də vurğulamaq istəyirəm ki, prezidentimizin rəhbərliyi dövründə
Azərbaycan yalnız iqtisadi baxımdan deyil, həm də sosial sahədə böyük irəliləşlərə nail olmuşdur. Səhiyyə sahəsində aparılan islahatlar, yeni xəstəxananın inşası, əhalinin sağlamlıq imkanının artırılması, sosial müdafiə sisteminin təkmilləşdirilməsi və gənclərin həyat keyfiyyətinin yüksədilməsi istiqamətində həyata keçirilən tədbirlər dövlətimizin və prezidentimizin uzaqgörən siyasətinin bariz nümunələridir. Həmçinin ölkəmizin beynəlxalq aləmdəki mövqeyinin möhkəmləndirilməsi və regionda sülhün təmin olunması istiqamətində atılan addımlar Azərbaycanın strateji əhəmiyyətinin artırılmasına xidmət etmişdir. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən diplomatik təşəbbüslər həm regional, həm də qlobal səviyyədə Azərbaycanın nüfuzunun yüksəlməsinə imkan yaratmışdır. Bugün biz Gələcəyin İşığı FM radyosunun növbəti buraxılışında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin doğum gününü qeyd edir və onun rəhbərliyi altında ölkəmizin qazandığı bütün uğurları, gələcəyə yönəlik perspektivləri bir daha xatırlayırıq. Bu verilişimizdə vasitəsilə gənc nəsillərə mesaj vermək istəyirik ki, hər biriniz prezidentimizin uzaq görən siyasətindən ilham alaraq bilik, elm və çalışqanlıq yolunda öz sürümüzə töhfə verək. Ölkəmizi daha da yüksələn bir inkişaf yoluna aparaq. Əziz dinləyicilər, beləliklə bugünkü buraxılışımızı yekunlaşdırırıq. Ümidvarıq ki, prezidentimizin doğum günü ilə bağlı bu geniş və dərin təqdimat sizlərdən maraq doğurmuş və gələcəyə ümidverici baxış formalaşdırmışdır. Biz gələcək buraxılışlarda da sizinlə birlikdə ölkəmizin inkişaf yolunu, tarixi nailiyyətlərini və gələcək strategiyalarını müzakirə etməyə davam edəcəyik. Dinlədiyiniz üçün təşəkkür edir, hər birinizə uğurlar və xoş anlar arzulayıram. Sağ olun.